Bizim ölkədə 17 yaşından artıq bu əməliyyatlar icra edirik. Amma normalda dünyanın inkişaf edilmiş ölkələrində artıq 12, 13, 14, 15 yaşlarında da belə endoprotezlər, bu çanaq endoprotezləri qoyulur. Onun da özünün özəllikləri var. Hamıya qoyulmalıdırmı, deyilmi, hansı uşağa qoyula bilər, hansı uşağa qoyula bilməz. O artıq uşağa, insana, həmin yaşa görə qərar verilir və davam olunur. Amma normalda 17 yaşından sonra ağrısı keçməyən, axsaması olan hər bir insana bu çanaq endoprotezi qoyula bilər. Yuxarı yaş həddi yoxdur. Bu əməliyyat 100 yaşında da adam oluna bilər. Yetər ki, insanın ümumi vəziyyəti yol versin ki, o adam əməliyyatı oluna bilsin. Ona görə də insanlar arasında ki, bu yaş demək olar ki, bu əməliyyat üçün 16 yaşdan yuxarı bütün insanlara bu çanaq endoprotezi oluna bilər.